İnşallah bugün xutbəmizdə imanın şərtlərindən biri olan ahirət gününə iman haqqında danışacağım. Möhtərəm müsəlmanlar, bu bir həqiqətdir ki, yeryüzündə hal-hazırda və tarixdə də olmuşdur. İnsanlar, bəziləri, onlar ahirət gününə iman gətirmirlər. Və biz bilirik ki, bu bizim ölkəmizdə də çox təəssüflər olsun ki, özlərinə müsəlman deyənlər arasında da bunu görə bilərsiniz. Halbuki, ahirət gününə iman gətirmək imanın şərtlərindən biridir. Dedik ki, tarix boyu elə kimsələr olub ki, ümumiyyətlə öldükdən sonra dirilməyi qəbul etməyiblər. Və elə kimsələr olub ki, onlar öldükdən sonra diriləcəklərini qəbul ediblər, lakin batil olaraq qəbul ediblər. Necə? Məsələn, tarixə baxdığımız zaman görürük ki, Fironların zamanında Fironlar düşünürdülər ki, onlar əgər bədənlərini mumyalatdırmasaydılar, onlar bədənlərini o şəkildə saxlamasaydılar, onlar dirilməyəcəklər. Ona görədir ki, Fironların adətindəndir və o təbəqədə olan, vəzifədə olan böyük şəxsiyyətlər, onlar özlərini mumyalatdırırdılar ki, gələcəkdə dirilsinlər. Və hətta bu insanlardan kasıb olanlar, kimlər gözünü mumya etdirə bilmir, onlar düşünürlər ki, onlar dirilməyəcəklər. Təbii ki, bu batıl bir etiqaddır. Və həmçinin Terrakotta deyilən bir yer var. Terrakotta ordusu, yəqin ki, aranızda bunu eşitmişsiniz. Və bu içində bir muzeydir ki, qazıntılar zamanı tapıblar, görüblər ki, cildən hazırlanmış 8000 insan şəklində əskərlər düzəldiblər. Hətta 500-ə yaxın atlar və arabalar düzəldiblər ki, o vaxtçı kral kim idisə, düşünürdü ki, bu şəkildə etsə, özünə gələcəkdə dirildiyi zaman ordu toplayacaq. Dəyərli qardaşlar, biz müsəlmanlara etiqad edirik ki, kim olursan o, milliyyətin, dinin, şəxsiyyətin nə olursa olsun, vəzifən nə olursa olsun, hər kəs öldükdən sonra diriləcəkdir və bu insanların əllərində deyildir. Çünki bunu bizə Allah Azza və Cəllə vəd etmişdir. Baxın, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, Əfəhasibtum ənəmə xələqnəkum əbəsən və ənəkum ileynə lə turca'un. Yoxsa siz güman edirsiniz ki, düşünürsünüz ki, biz sizi əbəs yerə, boş yerə yaratdıq və siz bizə geri döndürülməyəcəksiniz. Təbii ki, dəyərli qardaşlar, biz müsəlmanlar etiqad etmişik. Dinindən və kimindən asılı olmayaraq, kim olursa olsun, öldükdən sonra diriləcəkdir. Və etdikləri əməllərə görə cavab verəcəkdir. Dəyərli qardaşlar, biz bunu test edilmişik və demişdik ki, hal-hazırda bəzi ölkələrdə xüsusi şirkətlər var ki, bu insanlar bəzi insanların ahirət inancı olmamasına görə onlardan sui-istifadə edirlər və onların bədənlərini xüsusi aparatlarda dondururlar və bunu küllü miqdar pul qarşılığında edirlər. Bu insanlar düşünürlər ki, bədənləri doldurulsa, gələcəkdə ola bilsin ki, elm inkişaf edər və bunlar yenidən dirilərlər. Bu, çox təəssüflər olsun ki, bunların arasında bir nəfər də türk vardır. Və 2000-dən çox insan isə hələ də özlərini gözləyirlər ki, öldükləri zaman o şirkətlər donduracaqlar. Dəyərli qardaşlar, dedik ki, biz müsəlmanlar etiqad etmişik ki, biz hər birimiz öldükdən sonra diriləcəyik. Lakin bu insanlar dünyaya o qədər bağlıdırlar ki, bu dünyadan əl çəkmək istəmirlər və elə bilirlər ki, əllərindəki var olan sərvətlər ilə ahirətlərini qurtara bilərlər. Baxın, Allah Azza və Cəllə bizə xəbər vermişdir ki, bizim hər birimizin həyatı 5 mərhələdən ibarətdir. Hər bir insan, yeryüzünə gəlib geçmiş bütün insanlar 5 mərhələdən ibarət həyatları vardır. Ən birinci mərhələ Allah Azza və Cəllə Adəm əleyhissalamı yaratdıqdan sonra Adəm əleyhissalamın belindən qiyamət gününə qədər kimləri yaradacaqsa, bütün o məxluqatın ruhlarını yaratdı, Ələstü bi Rabbikum dedi. Mən sizin Rəbbiniz deyiləmmi dedi. Bütün ruhların hər biri dedi ki, bələ. Yəni, bələ Rəbbimiz, sən bizim Rəbbimizsən. Bu birinci əhddir. Lakin bunu biz xatırlamırıq, dəyərli qardaşlar.
yoxdur. Əgər xatırlasaydıq, o zaman imtihanın bir mənası olmalı. Hər bir insanın fitrətində Allaha iman etmək vardır. Çünki ruhlar aləmində buna söz vermişdir və buna təsdiq etmişdir. Və Allah Azze ve Celle onları özlərinə şahid tutmuşdur. İkinci mərhələ isə o ana mətnidir ki, hər bir insan bu dünyaya gəldikdə o mərhələdən keçmişdir. Və təbii ki, heç kəs ana mətnində olduğunu xatırlamır. Yəni bizim bu ruhlar aləmində bəli dediyimizi xatırlamamağımız onun olmadığı demək deyildir. Necə ki, insanlar ana mətnində olduğunu xatırlamırlar, bu o demək deyil ki, ana mətnində olmayıblar. Üçüncü mərhələ isə hal-hazırda biz onun içərisindəyik, o dünya həyatıdır. Bu elə bir dünya həyatıdır ki, dəyərli qardaşlar, onun vaxtı çox qısa, lakin bu dünya həyatında sən imtihan olursan və etdiyin əməllərə görə iman gətirsən və yaxud küfr etsən, əməllərə görə sən artıq əbədi cənnəti və yaxud da cəhənnəmi qazanacaqsan. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, İnne a'maru ümmeti beyne 60 ve 70 sene ve qalle men yucavizuha. Ümmetimin ömrü 60 ilə 70 il arasındadır ki, çox az kimsə bu ömrü ötüb keçə bilər. Və həqiqətən də elədir. Baxırıq görürük ki, bugün insanlar 70 yaşından yuxarı olan insanları artıq parmaq ilə göstərirlər. Halbuki dəyərli qardaşlar, bu dünya həyatı çox qısadır. Hələ bizi bu dünya həyatından sonra bərzəx aləmi gözləyir. Bu dünya həyatı haqqında Allah Azze ve Celle bizə xəbər verir ki, qiyamət günü qopduğu zaman günahkarlar and içib deyəcəklər ki, biz dünyada bir saatdan çox qalmamışıq deyəcəklər, subhanallah. Yəni, bütün bu həyat insanlara müəyyən bir vaxt qədər göstərəcəkdir. Dördüncü mərhələsi dəyərli qardaşlar, o da bərzəx aləmidir ki, hər birimiz öldükdən sonra qiyamət gününə qədər, yəni diriləcəyimiz günə qədər bərzəxdə, qəbirdə orada bizi özünə məxsus həyat gözləyir. Təbii ki, bu həyat qiyamət qopana qədər davam edəcəkdir. Məsələn, təsəvvürünüzə gətirin, ola bilsin ki, bir insan 2000 il öncə, 1000 il öncə, 5000 il öncə ölmüşdür, o insan hələ də 5000 ildir ki, qiyamət günü qopacağını gözləyir. Yəni, baxın, bizim bu dünyada edəcəyimiz əməllər, əgər əməl-i salih olsaq, iman gətirsək, dəyərli qardaşlar, biz bərzəx aləmində qiyamət gününə qədər neymətlər içərisində də qala bilərik. Sonuncu mərhələ isə bu sondur. O da ki, qiyamət günü qopduğu zaman bütün insanlar qəbirlərdən çıxacaqdır və bu zaman ölməmək şərti ilə hər kəs qalxacaqdır qəbirlərdən. Ondan sonra isə məhşərə gedib və o uzun mərhələdən sonra isə hesaba çəkilib, əməl dəftərləri verilib, siratdan keçib, sonra isə cənnətə və yaxud da cəhənnəmə gedəcəklər. Və cənnət və cəhənnəm əbədidir. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَنُفِخَ فِي السُّورِ فَسَعِدَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللّٰهِ. Sura üfürüldüğü zaman Allah'ın dilediği kimselerden başka göğlerde ve yerde kimler varsa hamısı ölecektir. ثُمَّ نُفِخَ فِيهِ أُخْرَى فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ. Sonra ikinci dəfə bir daha sura üfürüldüğü zaman bütün insanlar qəbirlərdən qalxıb, ayaq üstə durub baxacaqlar. Dəyərli qardaşlar, qiyamət kəlməsinin Quran-ı Kerimdə 80'e yaxın adı gəlmişdir. Qiyamət kəlməsinin Quran-ı Kerimdə 80'e yaxın ayət gəlmişdir. Və qiyamət haqqında demək olar ki, Quranın 1/4 qiyamət haqqında danışır, bizə xəbər verir. Alimlər deyirlər ki, kəthratul əsmə tədullu alə şərəfil musamma, belə bir qayda deyirlər ki, bir şeyin, bir halın əgər birdən çox adı varsa, onun əzəmətli olduğunu göstərir. Yevmul qiyamə, qiyamət kəlməsi ərəb dilində qalxmaq deməkdir. İnsanlar qəbirlərdən qalxdığı zaman. Yevmul hisab, hesab günü deməkdir. Yevmul mizan, tərəzi günü deməkdir. Yevmul sa'a, müəyyən vaxt. Bütün bunlar qiyamətin adlarıdır. Və dedik ki, qiyamət qopduğu zaman dəyərli qardaşlar, yer başqa yerlə, göylər isə başqa göylər ilə əvəz edəcəkdir. Allah Azze ve Celle buyurur ki, يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتِ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ. O gün, yəni qiyamət günü yer başqa bir yer ilə
göylər isə başqa bir göylər ilə əvəz ediləcəkdir və hər kəs qahhar olan, tək olan Allahın huzurunda duracaqdırlar. Dəyərli qardaşlar, sual çıxa bilər ki, görəsən yerin dəyişdirilməsi, göylərin dəyişdirilməsinin hikməti nədir? Bunun hikmətləri çoxdur. Bizə bəlli olan hikmətlərindən bəzilərinə alimlər deyirlər ki, Allah Azze ve Celle yeri dəyişdirib elə bir yer gətirəcək ki, o yerdə zərrə qədər belə olsun, haqsız yerə qan tökülməyən bir yer olacaqdır. Allah'a üsyan edilməyən bir yer olacaqdır ki, o yerdə Allah Azze ve Celle insanları məhkəməyə çəkəcək, onları hesaba çəkəcəkdir. Və təbii ki, o gün yer haqqında hədislərdə də sabit olub ki, yəqin ki, görmüşsünüz, gümüş əridiyi zaman necə ağappaq olur, yer ağappaq olacaqdır. Və yerdə heç bir əyri, əksik, heç bir yer, yəni əyri olmayacaqdır. Və heç kəsin orada mülkü, torpağı olmayacaqdır. Nəyə görə? Heç kəs orada bu yer, bu torpaq mənimdir deyə bilməyəcəkdir. Məliki yevmiddin deyirik biz, din gününün, qiyamət gününün sahibi. Bu onun üçündür, dəyərli qardaşlar. Allah Azze ve Celle bize haber verir ki, Kur'an-ı Kerim'de buyurur ki, وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّ نَسْفًا. Ey Peygamber, senden dağlar hakkında soruşurlar. De ki, Rabbim onu darmadağın edip havaya sokacaktır. فَيَذَرُهَا قَاعًا صَفْصَفًا. Ve o yeri bomboş düzengah, düz bir yer edecektir. لَا تَرَى فِيهَا عِوَجًا وَلَا أَمْتًا. O gün sen yeryüzünde, yerde heç bir eniş, yoxuş, suxur görmeyeceksen, dümdüz olacaktır. Değerli kardeşler, kıyamet günü hakikaten de çok büyük bir gündür. Ve bütün insanların hesaba çekileceği gündür. Ve onun üçündür ki biz kıyamet günü için hazırlanmalıyız. Biz hazırda 3. mərhələdeyiz ki, bu mərhələ bize en axırıncı şansdır. Eğer biz ölsək, öldükten sonra heç bir əməl qəbul olunmur, heç bir tövbə qəbul olunmur. Bakın, bu elə bir şiddətli bir gündür ki, Peyğəmbərlərin babası və ulul azm Peyğəmbərlərdən biri olan İbrahim aleyhisselam o qiyamət gününün halından necə Allah'a sığınır. Uca Allah bize haber verir ki, İbrahim aleyhisselam belə dua etti. Dedi ki, وَلَا تُخْزِنِ يَوْمَ يُبْعَثُونَ يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. Ey Rabbim, o gün heç bir övladın, heç bir malın fayda verməyəcəyi, o gün diriləcəyimiz gün məni utandırma deyir, subhanallah. Halbuki bu duanı edən Peyğəmbərlərin babası İbrahim Peyğəmbərdir, Xalilullahdır. Möhtərəm müsəlmanlar, təbii ki, biz insanlar dirildiğimiz zaman, sura üfürüldüğü zaman biz ümmet-i Muhammed baxmayaraq ki, en sonuncu ümmetik. Lakin hadislerde sabit olub ki, biz qiyamət günü ilk dirilən ümmət-i Muhammed olacaqdır. Və ilk hesaba çəkiləcək ümmət də ümmət-i Muhammeddir. İlk cənnətə girəcək olan ümmət də baxmayaraq ki, sonuncusudur, ümmət-i Muhammed olacaqdır sallallahu aleyhi ve sellem. Və həmçinin Rasulullah sallallahu aleyhi ve sellem qəbirlərdən o gün qiyamət üçün qopduğu zaman qəbirdən ilk çıxacaq kimsə Rasulullah sallallahu aleyhi ve sellemdir. Bunun da hikmətlərindən biri olur ki, o bizim üçün rəhmət olacaq. Öz ümməti üçün şəfaətçi olacaqdır. Və öz ümmətini qiyamət günü onun önündə gedəcəkdir. Və o da deyəlim ki, qiyamət günü biz nə qədər danışaq da bu çox geniş bir mövzudur. Vaxtımız da buna kifayət vermir ki, vaxt vermir ki, ətraflı danışa bilər. Lakin qiyamət günü 50 dayanacaq olacaqdır. Gedilən məsafə 50.000 illik məsafədir. Qiyamət günü hesaba çəkiləcək müddətə qədər 50.000 il vaxtdır. Bu çox böyük bir vaxtdır dəyərli qardaşlar. Lakin Allahın rəhmətindəndir ki, Rasulullah sallallahu aleyhi ve sellem o 50.000 il vaxtla danışdığı zaman, ayəti oxuduğu zaman səhabələrdən bir nəfər dedi ki, ey Allah Peyğəmbəri, 50.000 il çox deyilmi? Allah Resulü buyurdu ki, canın əlində olan Allah'a and olsun ki, o 50.000 il möminlər üçün, əməli salih insanlar üçün tərz qılınan namazları əda etdiyi vaxt qədər gizləkdir. Yəni, çox az bir vaxtdır. Təbii ki, dəyərli qardaşlar, dedik ki, qiyamət günü çox şiddətli bir gündür. Və Allah Azze ve Celle bizə xəbər verir ki, qiyamət günü nəinki insanlar, yəni ümmətlər, onlara göndərilmiş peyğəmbərlər də hesaba çəkiləcəkdir. Allah Azze ve Celle bizə Əraf surəsində buyurur ki,
biz həqiqətən özlərinə peyğəmbərlər göndərilmiş ümmətlərin sorğu-suala çəkəcəyik və özlərinə göndərilmiş peyğəmbərləri də sorğu-suala çəkəcəkdir Allah Azza və Cəllə. Qiyamət günü elə bir əzəmətli, elə bir böyük gündür ki, o gün insanlar üç məqamda Allah Resulü vurur ki, üç yeri vardır ki, heç kəsi xatırlamasın. Onlardan birincisi, kitabların, əməl dəftərinin kitabı veriləcəyi zaman, insan hesaba çəkildiyi zaman, əməl dəftərini sağdanmı, soldanmı, arxadanmı veriləcəyini görlədiyi zaman, heç kəsi xatırlamayacaqlar. İkinci isə mizan, əməl dəftərləri tərəziyə qoyulduğu zaman, əməl dəftərinin ağırlığı, mümkün gələcəyini görlədiyi zaman, üçüncüsü isə ən sonuncu mərhələdir ki, Sirat körpüsünü keçdiyi zaman bu üst mərhələdə heç kəsi xatırlamayacaqdır. Dəyərli qardaşlar, dedik ki, qiyamət günü qopduqda yer üzünə gəlmiş, getmiş bütün insanlar hamısı diriləcəkdir. Lakin insanlardan da əlavə bütün məxluqatda olan o həşəratlar, heyvanlar hamısı diriləcəkdir. Allah Azze ve Celle bu haqda bizə buyurur ki, وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٌ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ. Uca Allah buyurur ki, yeryüzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların, onların hamısı sizin kimi bir ümmətdirlər. Biz kitabda, yəni Lövh-ül Məhfuzda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra isə onların hamısı Allaha doğru diriləcəkdirlər. Subhanallah. Dəyərli qardaşlar, qiyamət günü insanların hesaba çəkiləcəkləri məqamlar fərqli olacaqdır. Ümumiyyətlə, 4 tür hesab olacaqdır. Birinci hesab Allahın haqqıdır. Allahın qullar üzərində olan haqqıdır ki, bu ən əzəmətlisidir. Allah qorusun, kim Allaha iman gətirməsə, Allaha ortaq qoşsa, orada əsla bağışlamayacaq. Necə ki, İsa Peyğəmbər Quran-ı Kərimdə buyurur ki, İnnehu men yüşrik billah fəqad harramallahu aleyhil cənnə. Kim Allaha ortaq qoşarsa, Allah ona cənnəti haram edər. Yəni, bu çox önəmli bir şeydir. Dedik ki, hər bir şeyin əsli tövhiddir. Birincisi, qiyamət günü insan Allahın haqqından sorulacaqdır, tövhiddən sorulacaqdır. Sonra isə qullar üzərində olan haqqıdır ki, bu da çox təhlükəlidir, dəyərli qardaşlar. Çünki bu dünyada hansısa müsəlmanın haqqına girmiş isə, Allah qorusun, o qul öz haqqını halal etmədikcə biz bağışlanmarıq. Ya bizim silahlarımızdan ona veriləcək, əgər silahlarımız yoxdursa, onun günahlarından bizə yüklənəcəkdir. Ta ki o qul onu əhd edənə qədər. Üçüncüsü isə dəyərli qardaşlar, qulların heyvanlar üzərində haqqıdır. Yəni, biz bu dünyada hətta haqsız yerə heyvanları öldürürüksə, ona görə də heyvanlar ilə olan münasibətə görə hesaba çəkiləcəyik. Dördüncüsü isə dəyərli qardaşlar, heyvanlar üzərində olan haqqıdır ki, hansı heyvan hansına zülm etmişdirsə, qiyamət günü onlar yenidən yaradılıb, onlar hesaba çəkilib, qisas aldıqdan sonra Allah Azze ve Celle onlara torpaq olun deyəcəklər və bütün o heyvanlar torpaq olacaqlar. Və bunu görən kafirlər deyəcəklər ki, Ya leytəni kuntu turaba, kaş ki, mən də torpaq olaydım deyə təmənni edəcəklər. Dəyərli qardaşlar, həqiqətən də bunlar böyük bir məqamlardır. Biz müsəlmanlar axirət gününə iman gətirmiş kimsələrik. Ona görədir ki, bu dünyada nə qədər ki biz nəfəs alırıq, nə qədər ki biz ölməmişik, biz bilmirik ki, hansı hal üzrə öləcəyik. Onun üçündür ki, Allah'tan sabit qalmamızı diləməliyik. Baxın, səhabələrdən Abdullah ibn Səlam, Allah ondan razı olsun. O səhabə İslam'a girməmişdən öncə Yahudilərin alimi idi. O səhabə Yahudi idi və Yahudilərin alimi idi. Peyğəmbər Efendimiz'i gördüyü zaman ona suallar verdi, onun görünüşündən bildi ki, bu Peyğəmbərdir, iman gətirdi, İslam'ı qəbul etdi. Resulullah sallallahu aleyhi ve sellem Abdullah ibn Səlam'ı 3 dəfə cənnət ilə müjdələmişdir. Bunlardan birində Resulullah sallallahu aleyhi ve sellem səhabələrlə bərabər yemək yiyirdi. Yeməklərini bitirdikdən sonra
bir qism yemək saxladı ki, bir nəfər gələcək. Allah Resulü buyurdu ki, kim cənnətlik olan, cənnət əhlindən olan bir kimsəni görmək istəyirsə, birazdan qapıdan ilk gələn kimsəyə baxsın, o cənnət əhlindəndir. Və sahabələr çox maraqla gözlədilər. Gözlədilər, kimdir bu? Abdullah ibn Sələm daxil oldu və ona bu müjdə verildiği zaman sevinə-sevinə göz yaşları içində Allah Resulü'nün təqdim etdiyi yeməkləri yedi. Bu nəyi göstərir dəyərli qardaşlar? Aramızda heç səhabə deyil və heç birimiz cənnət ilə müjdələnməmişik. Onun üçündür ki, biz müsəlmanlar, yəni bu məqamda arxayın olmayaq. Allah'tan daim sabit qalmamızı diləyək ki, Allah Azze ve Celle bizi müsəlman olaraq canımızı alsın. Ən böyük qurtuluş budur dəyərli qardaşlar. Dedik ki, qiyamət günü insanların o məhşərdə gedəcəyi məsafə 50.000 illik məsafədir. Və o məsafəni kimləri yeriyərək, kimləri minik üzərində, kimləri sürünərək, kimiləri isə üzü üstə gedəcəklər. Dəyərli qardaşlar, həqiqətən bu böyük bir gündür. Onun üçündür ki, biz müsəlmanlar iman gətirdiyimiz üçün o gün üçün əlimizdən gəldiyi qədər çalışmalıyıq. Dəyərli qardaşlar, qiyamət günü Allahın rəhmətindəndir ki, Allah Azze ve Celle müsəlmanlardan bir qismini onları sorğu-sualsız cənnətə daxil edəcəkdir. Bir qismini isə ona arq deyirlər, sadəcə qalacaq, ona əməlləri xəbər veriləcək. Sonra isə Allah Azze ve Celle onlara bağışlayacaqdır. Kim əməlinə görə münaqişə edirsə, o həlak olur. Baxın, dəyərli qardaşlar, hədislərdə sabit olub ki, Allah Azze ve Celle qiyamət günü örtü əhlindən bizə xəbər verir. Bir qism müsəlmanlar vardır ki, Allah Azze ve Celle onları önə gətirəcək, onların üzərinə nurdan bir örtü örtəcəkdir. O örtünün içərisində olanlar, çöldə olanları görməyib eşitməyəcəklər. Çöldə olanlar da o örtünün altında olanları görüb eşitməyəcəklər. Və Allah Azze ve Celle o qula, o əməllərini bir-bir, ey qulum, bu günahıdır, xatırlayırsanmı deyəcəkdir. O qulda bəli, ey Rəbbim, deyəcək və sonda həlak oldum deyə qorxduğu zaman Allah Azze ve Celle buyuracaq ki, mən səni bu dünyada günahlarını örtdüyüm kimi bu gündə günahlarını örtürəm, gizlədirəm, get bir cənnətə. Onun üçündür, dəyərli qardaşlar, Allah Rahman Rahimdir. Lakin onun rəhmətini bu dünyada qazanmaq üçün əlimizdən gəldiyi qədər səy göstərməliyik.